Valideynin bu addımı idmançını inkişafdan saxlayır. Bəzən heç nə demirlər. Amma sən hiss edirsən. İdmançı dəyişib. Davranışı başqa cür. Soyuq, kənar, laqeyd. Deyirsən yarış var. Əvvəl sevinən uşaq indi getmirəm deyir. Deyirsən məşqə tez gəl. Deyir evdə işim var. Başlayırsan dindirməyə. Axırda etiraf edir. Atam dedi ki, bu yarışa getmə. Anam dedi ki, bu məşqə getmə. Uşaq bunu deməyə də utanır. Sanki səni satdığını bilir. Amma nə heç? Evdə başqa təzyiq var. Məşqçi bir yol göstərir, valideyn başqa. Uşaq ortada qalır, parçalanır. Bu uşağın günahı nədir? Bu sistemdə uşaq necə qalib çıxsın? Valideynlər, uşaq zalda məşqçidən dərs alır, evdə sizdən fərqli təlimat. Bu nədir? Paralel hakimiyyət? Əgər məşqçiyə inanmırsınızsa, niyə övladınızı ona tapşırmısınız? Əgər tapşırmısınızsa, qarışmayın. İndiki dövrdə idmançı inkişaf etmək istəyirsə, özünə pul xərcləməlidir. Vitamin, bərpa, yarış, psixoloq, idman masajı. Bunlar lüks deyil ha. Bunlar zərurətdir, vacibdir. Ən qabaqda gedən idmançılar özlərinə sərmayə qoyur. Sənin uşağın isə heç yerə getmir. Və yarışda həmin idmançı ilə rastlaşanda təbii olaraq uduzur. Amma sonra sən deyirsən ki, müəllim yaxşı məşq keçmir, uşaq zəifləyib. Xeyr, müəllim zəif məşq keçmir, sən zəif dəstək verirsən. Uğur yalnız zalda qazanılmır, o ailədən başlayır. Bəzən biri çıxıb deyir ki, əvvəl görüm uşaqda potensial var, sonra pul qoyaram da. Yaxşı, bəs potensial necə yaranır? Sərmayə ilə, təcrübə ilə. Başqa biri deyir ki, qoy Respublika çempion olsun, sonra dövlət göndərər də. O çempion olanların hamısının əvvəlində öz cibindən qatıldığı yarışları olub. Əvvəl sən yarışlara göndərməlisən ki, sonra milli komanda onu görsün. Federasiya beynəlxalq təcrübəsi olanlara üstünlük verir. Çünki sabah xarici yarışa birinci dəfə çıxan deyil, o atmosferə çoxdan alışmış olan idmançı lazımdır onlara. Sən yarışa göndərmədin, bərpaya pul qoymadın, özünə inamı yaratmadın. Amma nəticə gözləyirsən. Bu yalnız nağıllarda olur.